Niyə əziyyət çəkdin? Ehtiyac yox idi. Lazım deyildi. Kimi ifadələr məncə hər birimizə çox tanışdır. Çox təəssüf olsun ki, partnyorumuz, dostumuz, tanışımız, sevdiyimiz insan, ümumən həyatımızda var olan hər hansı bir insandan hədiyyə qəbul edən zaman belə bu tip ifadələr işlədirik. Halbuki qarşı tərəf bu hədiyyəni alan zaman istəyir ki, sizi məmnun etsin, sizin üzünüzə bir gülüş əmələ gətirsin, sizi dəyərli olduğunuzu hiss elətdirsin. Lakin o hədiyyəni qəbul etdikdə deyilən ehtiyac yox idi, lazım deyildi kimi cümlələr avtomatik olaraq həmin insana çox mənfi təsir göstərir və artıq o insan bu münasibətdə belə bunun kimi addımlar atmağa dayandırır və düşünür ki, etdiyi bu jestlər, hədiyyələr qarşı tərəfi xoşbəxt etmək üçün yetərli deyil və bunu artıq etməyi istəmir. Onda ki, o həvəs ölür belə deyim. Ona görə də hədiyyə qəbul edən zaman bizlər təşəkkür edirəm, buna çox sevindim, məni düşündüyün üçün təşəkkür edirəm, bu məni çox xoşbəxt etdi, nə gözəl düşünmüsən, çox sağ ol, sənə buna görə minnətdaram kimi xoş sözlər işlədir.